Nə yaxşı olar ki, bizi qəbrə qoyanda, bizi təqdim eləyəndə desinlər ki, bu İmam Zamanın xadimi idi. Vallahi mən həyatımın arzularından biridir. Allah bunu bizə nəsib etsin. Çox maraqlı bir hədis çıxdı qabağıma, hələ xidmət haqqında. İmam Baqirdən dedi: "Rahimallahu əbdən həbəsə nəfsəhu aleynə." Allahın rəhməti olsun o kəsin üzərinə ki, özünü bizə həsr edib, bizə vəqf edib. Allahın rəhməti olsun o kəsə ki, özünü bizə həsr edib. Deyib, mən onlarına, mən İmam Zamanına. Həsr edib özünü İmam Zamanına. Xadim olub dinə. Mən özümü nə deyiləm heç. Maraqlı bir dənə də möhtəşəm hədis deyim sizə İmam Sadiqdən. Dedi, "Ləv ədrəktuhu." Əgər mən İmam Zaman vaxtında yaşasaydım, "Ləxədəmtuhu əyyamə həyatı." Bütün həyatımı ona xadim olmaqda keçirərdim. Biz onun vaxtında yaşayırıq, biz onun zamanəsində yaşayırıq. Xadim olmaq istəyən buyursun.